17-ci misala. 17-ci misala sizdə 2 tipli verə bilər. Birinci burada maddə ilə məhlulun, elə bir ki, duz suyun konkret kütlələrini verib. Bir də ola bilər ki, faizlə versin. Əgər faizlə verib desə ki, 2 məhlul qarışdırdıqda, onda istifadə olunur omega son düsturundan. Düstur belə idi. Omega 1 M1 üstəgəl omega 2 M2 bölünsün M1 plus M2. Buradakı omegalar faizlərdir. M-lər isə kütlələrdir. Yox, əgər belə duzla su veribsə, onda necə olacaq? Maddə bölünsün məhlul, vurulsun 100. Maddələri sürətdə toplayırıq. Bunun maddəsi 90-dır, bunun da maddəsi 90-dır. Toplayanda sürət olur 180. Məhlul isə bunların cəmi 210. Burada da 90-dan 180, 270. 210-dan 270 toplayanda 480. Vurulsun 100. 60-a ixtisar aparıram. Bura 3 qalır. Burada 8. 8 ilə də 100 aparanda 12,5. 12,5'i 3'e vuracağım. Cevap olacaq 37,5.